Salam hörmətli abunəçilər, hamınızı xoş gördük bizim bu təmlaki kanalında. Qarşınızda gördüyünüz paket krışalı ev bir gün satdığa çıxıbdır. Ev 4 tərəfdən cütdaşlı inşa edilib, sənəd qupçadır, çıxarışdır. Qupça, seyf qapı, plastik pəncərə, bax fikir verin, sol tərəfdə yay mətbəxi və krantı da var. Yay mətbəxi düzəldiblər. Qarşınızda nədir? Kombidir. Deməli, evin istilik sistemi kombidir. Pəncərələr plastikdir, kürsülüdür, çardağına qapı da var, çıxışı da var. Belə balaca bir həyəti var. İndi evin içi də çəkib sizə göstərəcəm. Evin ümumi sahəsi, yəni yaşayış yerini 50 kvadratdır. Bax, belə bir həyəti var, balaca. Bir stol qoyub oturmaq olar. Bax, fikir verin, 2 üstə gəl 1. Girən kimi belə böyük zal, mətbəx, studiyadır, genişdir. Geniş evdir, hər 4 tərəfdə cütdaşla inşa edilibdir. Deməli, ev yerləşir Avpark yaşayış kompleksinin arxa hissəsində. Sənədi qupçadır. Bu mətbəx studiyadır. Fikir versiniz, genişdir. Ev təmirlidir, təmirə ehtiyacı yoxdur. Bax, bu bir otaqdır, jetski, yəni uşaq otağıdır. Çıxdıq yenə koridor hissəsinə, otaqlar, yəni bu 2 otaq koridor hissəsindən paylanılır. Sol tərəfdə hamam tualetidir. İstilik sistemi kombi. Evin ümumi sahəsi 50 kvadratdır. Bu da yataq otağıdır, yəni spalni otağı. Görürsünüz, spalni otağı da genişdir. Bu boyda kravat, şifaner və arada gəzməyə yer də var. Yəni hərəkət eləmək olur otaqda. Otaqlar təmir edir, təmirə heç ehtiyacı yoxdur. Sənəd qupçadır. Avpark yaşayış kompleksinin arxa hissəsində yerləşir evimiz. Babiyə çəkib göstədirəm, deməli, yataq otağı. Sol tərəfdə hamam tualeti və sol tərəfdə uşaq otağıdır və çıxırıq mətbəx studiya, geniş mətbəx studiyası var. Əgər evi bəyəndinizsə, ekranda gördüyünüz nömrəni əlaqə saxlayın və gəlib evə baxın. Ev qupçalıdır. Kim alsa Allah xeyir versin. Bu günə bu qədər. Çox sağ olun, minnətdarım.